Aziz dostlar. Maşallah. Enroflaksin. Bir de intravit. Enroflaksin antibiyotiktir. Mədə bağırsaq pozuntusunun qarşısını alır. Təzə çıxıb indi götürmüşük inkubatordan. 3 qram enroflaksin, 3 qram da florfenik intravit. Görürsən, həm su ilə tanış etdik heyvanları, həm də kömək etdik ki, heyvan su tapana qədər qurumasın, canı üzülməsin. Buradan götürürəm, belə. İndi yemin ceyib gətirəcəm, mayalandıracağım bunları. Baxın, əziz dostlar, qazımız da otağımızda yanır. Otaq istidir, maşallah. Bir dənə. İndi birinci yeşik qutaracaq, keçəcəm ikinci yeşiyə. Mən bir dənə bunları indi əlimlə nə edəcəm? Allah hara getdin, sən su öyle tanıdılar, böyle su axtarıb tapana qədər o sutkalar gedəcəkdi, günlər gedəcəkdi. Yəni su heyvanında olsa, fitrətən suya geçsə də, yəni baladır da bu birdən-birə, nə bilsin, o zəif balalar var, hansı ki yerindən gəzməyə slabıdır da, yəni güc itirib çıxıb yumurtadan 3 gün axı, o yumurta 3 günə qırıb çıxır. 25-ci günün sonundan 28-ci günə qədər o yumurtanı deşir. Bütün o gücün 3 gün ərzində itirir, çıxanda da ki ola bilər zəif olsun. Hamısı necə deyirlər, immunitetli çıxmır. Eləsi var zəif çıxır, özümüz kömək edib çıxardırıq. Eləsi var özü çıxır, amma zəif qalır. Ona biz həm antibiotiki, həm suyu veririk vitaminlə. Heyvan sırası aktivləşir. Baxın, bir anlıq heyvan bir kaplıya su getdi damcı mədəsinə. Heyvan keçirik ikinciyə maşallah. Heyvan aktivləşir maşallah. Divijen edirlər. Mədəyə su getdi yeməkdən qabaq. Zirzibili çıxacaq indi qarnının mədəsindən. Sonra da heyvana yem qoyacaq qabağına. Bax belə. Qazdır, ördəkdir, hinduşkadır, köməklik eləyin. Cücə tapır. Cüzədə problem yoxdur. Amma bu ağır heyvanlarda köməklik eləsə, 5 dəqiqə vaxtı var, 120 dənə heyvana. Uzaq başı geçsin, mən 5 dəqiqə vaxtım. Amma mən orada bir dənə 2 dənə canlıyı xilas edə biləcəmsə, Allah hamd olsun. Qalanları da ki, sağlam olacaq inşallah. Bir də biri bu gün içib, biri də 3 gündən sonra su tapmayacaq. Yəni, vəsə, artıq heyvan suyla tanışdır, vəsə. Belə. Su heyvan olduğundan bunu Sabirabaddan bir Nərman adlı bir yoldaşımız, bir yoldaş xahiş edib ki, yumurta verdi. Onun yumurtalarından çıxdı bu ördəklər. İndi ola bilər yoldaş gəlsin, bugün götürsün. Ola bilər yolu uzaqdır, sabah gəlsin götürsün. Mən o Nərman qardaşın necə deyərlər, heyvanlarının mayalandırıram. Əziyyət çəkmirəm. Halal xoş olsun. Heyvanları çıxır. Çünki sabah da ola bilsin bugün axşam gəldi, ola bilsin sabah gəldi. Uzaq yol gedəcək. Müştərimizdir, yumurta verib birinci dəfə. Pekin ördək, Kuban ördək yumurtası. Çörülmə bir dənə sən su verək. Bunun köbəyi, görürsünüz, 100 dənədə bir dənə olur. Onlar 90% nadir hallarda qalırlar. 90% 50-50'ye yava, belə 90 demərəm, 50-50'ye. Görürsünüz dostlar, suyun ətrafından çəkirmirlər. Az qaldı, gəl. Oldu, sizi çox yormayacağım. Rəng bərəng, maşallah. Sağ olun.